Salam hörmətli izləyicilər. Bax bu evə əməlli başlı, keyfiyyətli, tikilib, yaxşı pul buraxılıbdır. Qiymətini də deyəcəm. Deməli, Mərdəkandayıq hər zaman olduğu kimi 6 sotun içində, sənəddə 6 sotda biraz artıq. 6.3 sotun içində. 2 mərtəbə monolitli, qəşəng təmirli evdir. Deməli, bura qarajıdır. Maşınınızı saxlayırsınız burada. Həyətində də maşın saxlaya bilərsiniz. Kifayət qədər geniş yerli. Manqalı buradadır, manqalxanası. Burada belə bir istirahət köşəsidir. Həm kömürdən zaddan atırsan, bura oturursan, çaydan içirsən. Bura yay mətbəxidir. Mətbəx mebeli yığılıb. Bax, kombisi. Bu buranın kombisidir. Evə aidiyyəti yoxdur. Hovuzumuz standartlara uyğun olmayan. Daşma. Evimizin arxasında keçid var. Bax, sol tərəfdə sanuzeli. Arxasına keçmək olur. Qiymət 545 min manat. Start qiymət. 5 yataq otağı, 1 qonaq otağı. 2 mərtəbəli ev istəyənlər buyurun. Deməli, girən kimi belə dolab, güzgü. 300 kvadrat metrdir. Altı üstü. Qonaq otağı. Yaxşı aboylar, qəşəng aboylar seçilib. Koridor, qonaq otağı, kuxna, keramika, qranit hissədir, stipoldur. Mətbəxinə baxaq. Mətbəx mebeli də vardı, yığılıbdır. Yataq otağı 1-ci mərtəbədəki. 1-ci mərtəbədə, 2-ci mərtəbədə stipol. Bir dənə məsələnə görə, bura kladovkadır. Burada çamaşırxanadır, bir dənə çək görsət. Şkaflar yığılıb. Sanuzelına baxaq, görün nə boyda geniş. Qalxaq 2-ci mərtəbəyə. Və 2-ci mərtəbədə 4 dənə yataq otağı. Sol əldən başlayaq. Bura 1-ci yataq otağıdır. Sənəd kupçu çıxarışda torpağında evində sənədi var. Bura sanuzeldir. Bura 2-ci yataq otağıdır. Üçüncü yataq otağı. Buradan da balkona çıxmaq olur, oradan da balkona çıxmaq olur. Çəkib göstərəcəm. Divar içi, bax belə bir dəqiqə. Bax belə bir geniş dolab. Sanuzel otağın içində, 3-cü otağın içində. Və 4-cü ən balaca otaq da buradır. Keramikadır, padakonniklər. Balkona da çıxaq. Deməli, o otaqdan da, buradan da və buradan da balkon mövcuddur. Gəl. Və bu yataq otağından bura və o birisi yataq otağından balkona çıxış var. Bu da həyətimizdir. Qiymətini də qeyd elədim. Təbii ki, aşağı yer olacaq. Bu günə bu qədər. Sağ olun, minnətdarım.